Hindistan ilk nüvə sınağını 1974-cü ildə Rajasthan əyalətində Gülümsəyən Budda adı altında həyata keçirdi. Bu sınaq Hindistanın rəsmi olaraq nüvə gücü statusuna sahib olmasının başlanğıcı sayılır. Hindistan bu sınağı sülhməramlı nüvə partlayışı kimi təqdim etsə də, hərbi məqsədli olduğu aydın idi. Pakistan Hindistanın bu sınağından sonra dərhal öz nüvə proqramını sürətləndirdi. 1980-ci illərdə Abdulqadir xanın rəhbərlik etdiyi nüvə proqramı çərçivəsində Pakistan nüvə silahı hazırlamaq üçün lazım olan texnologiyanı əldə etdi. Pakistan rəsmi olaraq ilk nüvə sınağını 1998-ci ildə Hindistanın eyni ildə etdiyi 5 nüvə sınağına cavab olaraq həyata keçirdi. Bu sınaqlar nəticəsində hər iki ölkə açıq şəkildə nüvə gücü statusu qazandı. İki nüvə ölkəsi arasında gərginlik dövründə nüvə təhlükəsi dünya ictimaiyyətini narahat etsə də, arxada qalan müddətdə tərəflərin bu silahları hücum üçün yox, qarşı tərəfi çəkindirmək üçün saxladığını deyə bilərik. 1999-cu il Kargil müharibəsi, 2001-2002-ci illər sərhəd gərginliyi və 2019-cu ildəki Pulvama hücumu zamanı vəziyyət nüvə eskalasiyası həddinə qədər gəlib çıxsa da, beynəlxalq təzyiq və qarşılıqlı məhv olma qorxusu nüvə silahlarının işə salınmasının qarşısını alıb. Növbəti qarşıdurmada da tərəflərin nüvə silahlarını işə salacağı inandırıcı deyil.